Müəllim olmaq kitablarda yazılan hər hansı 5-6 cümləni şagirdə öyrətməkdən ibarət deyil. Ələxüsus bugün hər bir uşaq istədiyi informasiyanı müəllimsiz də əldə edə bilir. Müəllim olmaq toxunmaqdır. Qəlblərə, həyatlara, gələcəyə toxunmaq. Müəllim olmaq işıq olmaqdır. İlham vermək, ruhlandırmaq, şagirdin real potensialının açılmasında vasitəçi olmaq. Müəllim olmaq bəlkə də kasıb bir ailədə doğulan gəncin həyatını bir cümlə ilə dəyişə bilmək bacarığıdır. Odur ki, mən özünün, işinin fərqində olan, kimliyindən, ailəsinin statusundan, maddi durumundan asılı olmayaraq hər bir şagirdə bərabər, ədalətli yanaşan, hansısa uşaqlıq travmalarının yox, gələcək uğurların səbəbkarı olan müəllimlərimizi, nifrət yox, sevgi aşılaya bilən, şagirdi şəxsiyyət kimi yetişdirən müəllimlərimizi bu gün münasibəti ilə ürəkdən təbrik edirəm. Yaxşı ki varsınız. Sizin kimi insanların haqqı həqiqətən də ödənməz.